Salam dəyərli izləyicilər. Bu günləri çapqın, əyyaş, əhlikef deyilən insan tiplərini sizlərlə paylaşmaq istəyirəm. Bu tiplərin özəlliyi insana özəl olaraq yorulmanır, amma ümumi olaraq bir özəlliyi var. O özəlliyi paylaşacağam və daha sonra da bir qısa açıqlamada verəcəm. İlk özəllik göz qırağında bu hissələrdə qaz ayağı deyilən cizgilərin çıxması özəlliyidir. Daha sonra burun kənarlarında bu gözdən aşağı enən cizgilərin olması və eyni zamanda sərçə barmağın üzük barmağının bu bölümünə çatmamasını təyin etmək olur. Burada bir incə mexanizm var. Göz qırağında olan cizgi xəttlər və eyni zamanda gözdən aşağı düşən cizgilər ki var, xəttlər ki var. Bu xəttlərin yaşla əlaqəli anlamı dəyişir. Əgər insanın yaşı 25 keçibsə, bu o deməkdir ki, bu sağlamlıqla əlaqəli olan məlumatlardır. Yox, əgər 25 yaşını keçməyibsə, bu əlamətlərin olduğunu göstərir.